Bismillahirrahmanirrahim. Allahümme ecel hubbeke ahabbe ileyne min enfusina ve ehlina ve emalina. Allahümme arzukna hubbeke ve hubbe men yuhubbük ve hubbel emellillezi yugarribuna ve illa hubbik. İnşallah Teala Allah Subhanahu ve Teala rızası için sevmək barədə biz zikr edəcəm inşallah. Həmd olsun aləmlər Rəbbi Allaha, həmd alimlərə məxsusdur. Biz ona həmd edirik, ondan kömək və ondan bağışlanma diləyirik. Nəfslərimizin şərindən və əməllərimizin pisliyindən Allah Subhanahu wa Taala'ya sığınırıq. Allah Subhanahu wa Taala kimə hidayət edərsə, onu azdıran olmaz. Kimə azdırarsa, onu doğru yola yönəldən olmaz. Şəhadət edirəm ki, Allah Subhanahu wa Taala'dan başqa ibadətə layiq ilah yoxdur. Və Muhammed sallallahu aleyhi və səlləm onun qulu və elçisidir. Allah üçün sevmək imanın ən uca məqamı. Ey möminlər, İslamda qəlbin ən mühüm ibadətlərindən biri Allah üçün sevmək və Allah üçün nifrət etməkdir. Bu imanın sadəcə hissi deyil, imanın əsas sütunlarından biridir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, imanın ən möhkəm ipi Allah üçün sevmək, Allah üçün nifrət etməkdir. İmam Əhməd, İmam Tabarani səhih sənədlə bu hədisləri zikr etmişlər. Başqa bir hədisdə Rasulullah sallallahu aleyhi və səlləm buyurur, kim Allah üçün sevər, Allah üçün nifrət edər, Allah üçün verər, Allah üçün qadağan edərsə, imanı kamildir. İmam Əbu Davud, İmam Tirmizi bu hədisi zikr etmişdir. İman təkcə sözlə deyil, sevgi üzərində qurulmuş bir həyatı ünsurdur. Quran-ı Kərimdə inşallah Allah üçün sevgi barədə ayətlərin sələfin nəzdində zikr edəcəm. Allah Subhanahu wa Taala Tövbə surəsi 71-ci ayəsində deyir, möminlər bir-birinə dostdur. Sonra Hucurat surəsinin 10-cu ayəsində Allah Subhanahu wa Taala buyurur, möminlər ancaq qardaşdırlar. Sonra Ali İmran surəsinin 31-ci ayəsində Allah Azza və Cəllə deyir, əgər Allahı sevirsinizsə, mənə tabi olun ki, Allah Subhanahu wa Taala da sizi sevsin. Bu ayələr göstərir ki, həqiqi sevgi Allaha bağlılıq üzərində qurulmalıdır. Allah üçün sevməyin mənası. Sələf alimləri deyiblər, Allah üçün sevgi bir insanı onun dünyası üçün yox, onun imanı, təqvası üçün sevməkdir. İmam Həsən Əl-Məsri, tabi, Əli radiyallahu anh'ın tələbəsi, deyir ki, kim Allah üçün sevərsə, onun qəlbi dirilər. Peyğəmbər sallallahu aleyhi ve sellem hədislərin birində buyurur, Müslimdə kəsir bu hədis. Allah qiyamət günü deyəcək, mənim cəlalım üçün bir-birini sevənlər hardadır? Bugün mən onlara kölgə verəcəyəm. Başqa bir hədisdə, yəni Müslim rəvayət etmişdi, İmam Müslim. Bir insan başqa bir şəhərdə olan qardaşını Allah üçün ziyarət edərkən, Allah onun yoluna mələklər göndərdi. Bu hədislər göstərir ki, Allah üçün sevgi qiyamətdə ən böyük mükafatlardandır. Sahabənin belə bir məsələlərdə ən öncül örnək verməli olsaq, sahabələri verməliyik. Əbu Bəkir Əs-Siddiq radiyallahu anh deyirdi, biz bir-birimizi dünya üçün deyil, Allah üçün sevərdik. Ömər İbn Xattab radiyallahu anh deyir, sənin qardaşın ya səni Allaha yaxınlaşdırır, ya uzaqlaşdırır. Abdullah ibn Məsud radiyallahu anh deyir, ən xeyirli insanlar Allah üçün sevən, Allah üçün nifrət edənlərdir. Sahabədən örnək verdiksə, ondan sonra gələn xeyirli nəsildən, yəni tabinlərdən, onların tələbələrindən örnək vermək lazımdır. Həsən Əl-Bəsri rahimullah deyir, Allah üçün sevgi qəlbin nurudur. O nur sönərsə, qəlb ölür.
Səid ibn Cübeyr radiyallahu anh deyir, Allah üçün sevgi ən uca ibadətlərdəndir. Sonra sələf alimlərindən örnek verməli olsaq bu məsələdə, İmam Şafi rahiməllahın dediyi gözəl kəlamda zikr etmək olar. Mən salihləri Allah üçün sevirəm, onlarla görüşməsəm belə. Sonra İmam Əhməd rahiməllah deyir, Allah üçün qardaşlıq ən güclü bağdır. Sonra ondan sonra İbn Teymiyyə rahiməllah deyir, Allah üçün sevgi imanın ruhudur. Onsuz iman bədənsiz ruh kimidir. Sonra İbn Qayyim rahiməllah deyir, qəlbin xəstəliyi dünya sevgisidir. Onun şəfası Allah üçün sevgidir. Sonra mütəaxir alimlərin sözləri, müasir alimlərdən bəziləri demişdir ki, Allah üçün sevgi müsəlman ümmətini birləşdirən ən böyük bağdır. Sonra Allah üçün sevgi imanın əlamətidir. Dünya üçün sevgi isə zəif imanın göstəricisidir. Sonra demişlər ki, həqiqi qardaşlıq yalnız Allah üçün olan qardaşlıqdır. Allah üçün sevginin əlamətlərini sələflər bu kimi zikr etmiş. Birinci, insanı Allaha itaat etdiyinə görə sevmək. İkinci, günah edəndə ona nəsihət etmək. Üçüncü, dünya üçün münasibəti dəyişməmək. Dördüncü, onun üçün dua etmək. Beşinci, onun imanını qorumağa kömək etmək. Allah Subhanahu wa Taala Fəth surəsinin 29-cu ayəsində deyir ki, möminlər bir-birinə mərhəmətlidirlər. Yəni, dünya sevgisi ilə Allah sevgisinin fərqi. Dünya üçün sevgi marağa bağlıdır. Tez kəsilir, müvəqqətidir. Allah üçün sevgi isə sarsılmazdır. Qiyamətə qədər davam edir. Cənnətə aparır hətta o sevgi. Ey möminlər, Allah üçün sevgi imanın ruhudur. Bu sevgi olmadan ümmət parçalanar, qəlblər sərtləşər, qardaşlıq, sevgi yox olar. Ona görə qəlblərimizi Allaha bağlayaq, insanları imanlarına görə sevək, dünya maraqlarını qəlbimizdən çıxaraq. Sonda isə həmd Allah Subhanahu Taala'ya məxsusdur. Ey Allahın qulları, Allah üçün sevin, Allah üçün nifrət edin. Çünki bu iman bağının ən möhkəm ipidir. Sonda isə bu dua ilə zikri bitirirəm inşallah. Allahım, qəlblərimizi sənin üçün sevən və sənin üçün nifrət edən qullardan et. Aramızdakı qardaşlığı və sevgini sənin rızanına görə et və bizi parçalamaqdan qoru. Allahümə əmin. Esselamu aleykum və rəhmətullah.